Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücum etməyə hazırlaşan şəxslər həbs ediliblər. Bölgə TV xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatı istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları 2000-ci il təvəllüdlü Əbi Zərəl Mücahir dini ləqəbli Quliyev İlqar İlhamoğlu, 2005-ci il təvəllüdlü Əbdürrəşid dini ləqəbli Piriyev Aminə İlşadoğlu və 2005-ci il təvəllüdlü Əbdürrəhman Əl-Azəri dini ləqəbli Əlizadə Elvin Sananoğlunu dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Adi çəkilən şəxslər IŞİD terror təşkilatının vilayətə Xorasan silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silahlı qismində istifadə edilən predmetlər əldə edib, səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nın əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. Rəna Rövşənqızı, Bölgə TV.